Bekir radiyallahu anhudan gələn rəvayətdə bir kişi deyir ki, ya Rasulallah eyyün nəsi xeyr. Ey Allahın Rasulü, insanların hansı daha xeyirlidir? Və buyurur ki, mən talə umruhu və hasunə aməluh. Ömrü uzun olub, əməli gözəl olandır. Qalə fə eyyün nəsi şər. Bəs insanların hansı da pisdir? Mən talə umruhu və sə aməluh. Ömrü uzun olub, əməli pis olandır. Yəni, bu da onu bildirir ki, yəni ömrün uzun olması özü özlüyündə bir şey deyil. Əgər insan o ömrü faydalı keçirməsə, salih əməllərlə, əksinə insanın günahlarla uzun ömür yaşaması onun əleyhinədir. Əzabın daha çox olmasına səbəbdir. Və buna görə insan xatırlamalı. Mən samə ma'nə fil amil məthumə mətə əynəhu ələn. Əmə qəyyəbəhul məvt və sarə fi idadil məvtə. Yəni, keçən il bizimlə bərabər oruç tutub, sonra dünyasını dəyişən indi hardadır? Məgər ölüm onu yox etməmişdirmi? O ölülərin sırasında deyilmi? Və artıq qəbrində dəfn olunaraq əməlinin gürovu deyilmi? Və onun üçün yalnız onun etdiyi əməllər vardır. Və bu günlər də buludun keçdiyi kimi keçir. Və biz də qəflət içərisində davam edir, yalnız Allahın istədiyindən başqa, rəhm etdiyindən başqa. Və buna görə şair deyir ki, ya qadiyan fi qaflətin və raihə. Ey qəflət içərisində gedən, səhər evindən çıxan və qəflət içərisində geri qayıdan, nə vaxta qədər çirkəb əməlləri gözəl görəcəksən. Və kəm ilə kəm lə təxafu mövqifən yəstəntiqullahu bihil cəvarihə. Və nə vaxta qədər o andan qorxmayacaqsan, hansı ki, o anda Allah Teala bədən üzvlərini danışdıracaqdır. Və əcəbən minkə və əntə mubsirun keyfə təcənnəbtə tariqə əl-vadihə. Və halın necə qəribədir ki, sən gördüyün halda aydın yoldan kənar gəzirsən.